Hər vaxtınız xeyir əziz izləyicilər. Bugünkü video qonağımız Toyota Camry XV70. Dünyanın ən çox satılan sedanlarından birinin ən yetkin, ən texnoloji və ən premium nəsillərindən biridir. Bu video boyunca Camry XV70-in texniki quruluşunu, mühərriklərini, platformasını, askısını, aerodinamikasını, təhlükəsizlik sistemlərini, interyer texnologiyasını, transmissiyalarını, real yol davranışını, bazar strategiyasını, tipik problemlərini, uzunömürlülüyünü və daha onlarla başlıqda hər detallı xırdalıqlarına qədər analiz edəcəm. Sonda isə bu avtomobili alıb almamağınla bağlı texniki əsas yekun nəticə verəcəyim. Platformanın təməli. TNGA-K nədir? Camry XV70 Toyota'nın TNGA-K Toyota New Global Architecture K platformasına əsaslanır. Bu platformanın əsas xüsusiyyətləri: çox aşağı ağırlıq mərkəzi. Keçmiş nəsil XV50 nəsli ilə müqayisədə ağırlıq mərkəzi təxminən 30-35 mm aşağı salınıb. Bu, sedanın dönmə performansını kəskin şəkildə yaxşılaşdırır. Güzgü aerodinamikası və kuzov sərtliyi də bu stabil davranışa kömək edir. 30-40% daha sərt kuzov. TNGA çərçivəsində olan poladın möhkəmliyi artırılıb. Body rigidinin yüksək olduğuna görə askı daha dəqiq işləyir, vibrasiyalar azalır. Daha yüngül komponentlər, ön və arxa suspensiyon qollarında alüminiumdan istifadə, qəfəs konstruksiyasında daha nazik, lakin möhkəm polad təbəqələri. Platformanın məqsədi: çeviklik plus komfort, səs izolyasiyası plus təməlli dinamiklər, elektrifikasiya hibridi ilə tam uyğunluq. TNGA-K yalnız Camry-də deyil, həm də Toyota RAV4 2019, Highlander, Lexus ES-də istifadə olunur. Bu isə artıq bu platformanın premium səviyyədə olduğunu sübut edir. Kuzov və aerodinamika. Camry XV70 aerodinamik baxımdan Toyota'nın ən yaxşı sedanlarından biridir. Aerodinamik müqavimət CD028. Bu, sürtünmə qaz sayısı olduqca aşağı göstəricidir. Aktiv hava kanalları. Radiator barmaqlıqlarında hava axınını idarə edən klapanlar bəzi paketlərdə mövcuddur, xüsusilə hibrid olanlarda. Alt hissənin tam örtülməsi, mühərrikin altı, sürətlər qutusu altı, arxa diferensial hissəsi, bu örtülər avtomobilin stabilitliyini artırır. Güzgü aerodinamikası, yan güzgülər ağız soyundan ayrılıb qapıya indirilib. Bu, həm külək səsini azaldır, həm də arxa görünüşü artırır. Mühərriklər. Toyota Camry XV70 üçün dünya bazarlarında 4 əsas mühərrik mövcuddur. Aşağıda hər biri texniki cəhətdən tam şəkildə açıqlanır. 2.5 litr A25 FKS benzin mühərriki. Bu mühərrik Toyota Camry XV70-in ən çox satılan motorudur. Əsas texniki göstəricilər: həcm 2.5 litr, 208 at gücü və 252 Nm tork hasil edir. Kompressiya, yəni sıxışdırma nisbəti 13/1-dir. Dövr limiti 6600 RPM. İnjeksiya D4S həm port, həm də direkt injeksiyonla birlikdə işləyir. EGR elektron idarəli soyudulmuş. Dual VVT IE, yəni intake elektron exhaust hidravlik sistemi ilə təchiz edilib. Texniki üstünlüklər: termoeffekt 40%-dir. Bu da benzin mühərriki üçün olduqca yuxarı bir həddir. Sürtünmənin minimallaşdırılması. Yeni dizayn edilmiş piston başlıqları sərin işləmə, yəni yanma kamerasında daha səmərəli bir yanma baş verdiyini göstərir. Tipik problemlər. Yağ sərfi demək olar ki, yoxdur. Toyota'nın ən sabit motorlarından biridir. Direct injection hissəsində karbon yığılması 150-200 min kilometrdən sonra EGR plus throttle təmizliyi tələb edə bilir. Katalizator və qazanlar tezliklə quruntu ilə dola bilir. Soyuducu nasosunda da nadir hallarda da olsa sızmalar baş verə bilir. 3.5 litr V6 2GR FKS mühərriki. Bu, Camry XV70-in ən güclü mühərrikidir. Texniki göstəricilər: həcm 3.5 litr, güc 300 at gücü və fırlanma anı 362 Nm. Kompressiya 11.8/1. İnjeksiya D4S sistemi 24 klapan DOHC VVT IE texnologiyası ilə təchiz edilib. Xüsusiyyətlər: səs yumşaq, premium, sükutdan aqressivliyə keçən ton. 0-100 sadəcə 5.7 saniyə. Tipik problemlər: yağ sızmaları, valve cover qapağı. Su nasosu həmçinin bu mühərrikdə də rastlanan problemlərindən biridir. 2.5 litr hibrid A25A FXS plus elektrik mühərriki. Göstəricilər: benzin mühərriki 176, elektrik mühərriki 118 at gücü, ümumilikdə 255 at gücü ilə 220 at gücü arasında dəyişir. Bu, hansı ölkə üçün istehsal olunmuş olmasına görə dəyişə bilir. Bateriya 259 volt NI, MH və ya litium-ion bateriya ilə təchiz edilib. Bu da yenə regiona görə dəyişiklik göstərə bilir. CVT transmissiya 3.6 litr 100 km-də yanacaq sərfiyyatı şəhərdə ideal ekonomiya təşkil edir. Üstünlüklər: etibarlılıq plus texnologiyasından daha güclü versiyadadır, səssiz işləyir və yüksək resurslara malikdir. Transmissiyalar. Camry XV70-də əsasən 3 transmissiya istifadə olunur. 8 pilləli avtomatik, Direct Shift 8 AT. Xüsusiyyətlər: hidravlik tork çeviricisi, aşağı sürətlərdə daha birbaşa əlaqə, şəhərdə yumşaq, trasda güclü
Performans 2.5 və 3.5 və 6 üçün istifadə olunur. Texniki detallar multi-disk lockup, STI Electronical Control Transmissiya texnologiyası ilə təchiz edilib. Sürət dəyişmə vaxtı 30% qısaltılıb XV50 ilə müqayisədə. Tipik problemlər ilk illərdə bəzi maşınlarda sərt keçid şikayətləri vardı, proqram yenilənməsi ilə həll olunub. CVT sürətlər qutusu sadəcə hibridlərdə istifadə edilib. Bu, Toyota'nın Planetary CVT sistemidir. Mühəndislik prinsipi Planetary Power Split Drive texnologiyası elektrik plus benzin sinxron işləyir. Tork itkisi çox azdır. Üstünlüklər tam etibarlıdır. Yağ dəyişikliyi tələb etmir, amma deyim ki, bəzi insanlar yenə də tam problemsiz işləməsi üçün müəyyən vaxtdan sonra dəyişir və daha bir müsbət xüsusiyyəti də səsin çox az olmasıdır. Askı və idarə etmə sistemlərinə baxaq. Toyota Camry XV70-in idarə etməsi əvvəlki nəsillərdə kəskin şəkildə önə çıxır. Ön askı McPherson Strut, yeniliklər, yeni geometriya, daha sərt stabilizatorlar, sürtünmənin 20% azaldılması. Təsiri dönmələrdə sabitlik və sükanda daha çox geri bildiriş ilə özünü göstərir. Arxa aslı multilink çox bağımlı suspensiyon ilə dəyişdirilib. Xüsusiyyətləri 4 qollu quraşdırma, daha geniş iz, DNC sayəsində gücləndirilmiş alt şassi. Nəticə yumşaq amma nəzarətli hərəkət, zərbələrin yumşaq filtrasiya olunması. Sükan sistemi elektrik power steering EPS sükanda dəyişkən güc, trassa daha ağır, şəhərdə daha yüngül idarə etmə bəxş edə bilir. Əyləc sistemi ön əyləclər 328 mm ventilyasiya olunan disklər, 2 porşenli kaliber, arxa əyləc 281 ventilyasiya olunan elektron parking brake EPB ilə təchiz edilib. Əlavələr Brake Assist, EBD, ABS, Regenerative Braking, yəni elektrik mühərrikinin həyata keçirdiyi regenerativ əyləc. Təhlükəsizlik sistemləri Toyota Safety Sense, TCCP və TCC 2.5+ sistemləri, PCS, DRCC, LDA, LTA, AHB və RCA kimi Toyota'nın özünə məxsus təhlükəsizlik sistemləri ilə təchiz edilib. Camry XV70 IIHS və NHTSA testlərindən Top Safety Peak Plus qazanıb, yəni olduqca yüksək bir xal alaraq bütün təhlükəsizlik sistemlərindən keçə bilib. İnteryer və ergonomika. Materiallar yumşaq polimerlər, real səsləndirilmiş stitching dizayn, yüksək keyfiyyətli dəri opsiyalar, multimedia, 7 və ya 9 düymlük ekran, Apple CarPlay, Android Auto, JBL Premium Audio 800 W'lıq, Kreslolar, elektrik tənzimlənmə, havalandırma, isitmə, memori funksiyalar, arxa sərnişinlər. Geniş diz məsafəsi, arxa pult ilə klima idarə etməsi, 60-a 40 qatlanan oturacaqlar, səs izolyasiyası. Tətbiq edilən həllər 3 qatlı qapı izolyasiyası, şüşə qalınlığının artırılması, motor bölməsinin 2 qat izolyasiya örtüyü, təkər tağlarının əlavə materiallar. Bunlar hər nə qədər Toyota'nın önə çıxararaq bəhs etdiyi özəlliklər olsa da, qeyd edim ki, bu avtomobilin səs izolyasiyası realda heç də yaxşı deyil. Sadəcə 100 km-nin üstünə çıxdıqda inanılmaz külək səsi və aşağı sürətlərdəykən belə təkər səsi gəlir və 80-90-ı keçəndən sonra mühərrik sanki salonun içindəymiş kimi səsini izah edirsiniz, səsini hiss edə bilirsiniz. Bu qədər premium bir avtomobilin bu qədər səsli işləməsi həqiqətən çox pisdir. Real yol davranışına baxaq, şəhərçi yumşaq keçidlər, qabarıq olmayan sükan hərəkətləri və tıxaclarda olduqca yüksək komfort təmin edə bilir. Dönmələrdə ağırlığın mərkəzinin aşağı olması hiss olunur, arxa hissədə olduqca stabildir, əyləc idarə etməsi də güclüdür. Tipik problemləri: Camry XV70 ümumilikdə etibarlıdır, lakin bəzi xırda problemləri mövcuddur. Su nasosu sızması V6 mühərriklərdə daha çox rast gəlinir, sərt keçid proqram yenilənməsi ilə əsasən düzələ bilir. D4S karbon yığılması bütün direkt injection mühərriklərdə olur. Arxa stabilizator rezinləri səs yarada bilir. 150-200 min km-dən sonra daha tez rastlanır. Saxlama xərcləri: yağ dəyişikliyi 0V20 7-10 min km intervalında dəyişilməlidir. Filtrlər, hava, kabin, yağ filtrinin keyfiyyətli olması vacibdir. Əyləc sisteminə qulluq 30-40 min km-də mütləqdir. Hibrid bateriya 300-400 min km resursu var, çox dayanıqlıdır. Bazar strategiyası və rəqiblər. Rəqiblər Honda Accord, Mazda 6, Hyundai Sonata, Kia K5, Volkswagen Passat'ı göstərə bilərik. Camry bu rəqiblərindən əsasən etibarlılıq və ikinci əl dəyəri ilə seçilir. Niyə Camry XV70 bu qədər çox satılır? Etibarlılıq, rahatlıq, yüksək ikinci əl dəyəri, ekonomika mühərrikləri, problemlərin azlığı, Toyota imici və hibrid versiyaların uğuru bu avtomobili kəskin şəkildə önə çıxarıb. Almaq məntiqlidirmi?
Sən iqtisadi, etibarlı, şəhər plus trasa üçün ideal, premiuma yaxın hissiyat verən, uzunömürlü, problemləri minimum səviyyədə olan bir sedan istəyirsənsə, bəli, Camry X V70 ən doğru seçimlərindən biridir. V6 versiyası performans istəyənlər üçün əladır, lakin xərc bir qədər yüksəkdir. Hibrid versiya isə ən ağıllı seçimdir. Yekun, Camry X V70 bugün də bazarda öz sinifində ən balanslı, ən uzun ömürlü, ən problemsiz sedanlardan biridir. Platforması güclü, mühərrikləri modern, interyeri yüksək keyfiyyətli, sərfiyyatı az, dəyər itirməsi minimaldır. Bu videoda Camry X V70-in həm texniki, həm də real istifadəçi baxışından bütün detallarını sənə təfərrüatlı şəkildə çatdırdım. Ümidvaram ki, video yararlı olmuşdur. Əgər xoşuna gəldisə, mənə dəstək olmaq üçün videonu bəyənə və kanalıma abunə ola bilərsən.